Əsası 2014-cü ildə qoyulmuş Şəmkir Aqropark Gəncə-Qazax avtomagistralının 21-ci kilometrində yerləşir və ümumi sahəsi 604 hektardır. Şəmkir Aqroparkın fəaliyyəti milli brendlərin yaradılmasına və möhkəmləndirilməsinə, daxili ərzaq təhlükəsizliyinin təmininə, ixrac potensialının artırılmasına, kiçik və orta fermerlərin dəstəyin verilməsinə zəmin yaradacaqdır. Şəmkir Aqropark üçün ayrılmış torpaq sahəsində logistika mərkəzi, müasir istixana kompleksləri, intensiv bağçılıq, ştilçilik və tinçilik kompleksləri, satış mərkəzləri, avtopark, agroaptek, meyvə konsentratı emalı zavodu, cem və pavetla zavodları və digər layihələr daxildir. Layihənin effektivliyinə zəmin yaradan bəzi amillər mövcuddur. Bu amillərdən ən əsası geniş ixrac potensialının olmasıdır. Misal üçün, Şəmkir Aqropark tarixi İpək yolunun üzərində yerləşir və Gürcüstanın Poti limanına yaxınlığı ilə fərqlənir. Bundan əlavə, Rusiya bazarlarında satışın təşkil olunması ənənəsi mövcuddur. İqtisadi parametrlərdən başqa, layihənin investisiya cəlbediciliyini artıran bir neçə elementi sadalamaq olar. Bunlardan ilkini yüksək standartlara cavab verən infrastrukturun yaradılmasıdır və Aqroparkın investorun məhsulunun real alıcısı qismində çıxış etməsidir. Hal-hazırda Şəmkir Aqropark kompleksində logistika mərkəzinin tikintisi sürətlə davam etməkdədir. Logistika mərkəzinin sahəsi 37.000 kvadrat metrdir və bura soğuducu ambar kompleksi, çeşidləmə və qablaşdırma xətləri daxildir. Soğuducu ambar kompleksində 21.200 tonluq uzun müddətli, 2000 tonluq qısa müddətli saxlama kameraları istifadəyə veriləcək.